Salam, hörmətli kanal izləyicilərimiz. Bir Nəsimən Masazır qəsəbəsində, Masazır qəsəbəsinin giriş hissəsində, mərkəzində, düz mərkəzin üzərində belə bir Euro remont təmir olunmuş əşyalı evimizdən mən tanış edirəm. Evimiz xatırladım, həm əşyalı, həm əşyalı satılır, alıcının istəyəndən asılıdır. Və xatırladım ki, yeri stiponla təsis olunub. Qonaq otağımız bax, belə bir gözəl bir qonaq otağı. Bu gördüyü bir dəstlərdə qala bilər. Hamı sənin kimi var. Pəncərə burada sağ tərəfdə var, sol tərəfdə var. Burada sağ tərəfində balkona çıxışı da var. Belə bir gözəllikdə evimizin qonaq otağıdır. Lüstürlər kimi hamısı, bütün mebellər kimi hamısı bahalıdır. Buraya isə evimizin mətbəxidir. Bax, belə bir gözəl bir xudmani mətbəxi var. Membrandan yığılı mətbəx mebeldə üstü mərmərlə təsis olunub. Buradan balkonla çıxışı da var. Onu göstərirəm. Belə bir gözəl bir balkon var. Mərtəbəsi çox gözəl mərtəbədir. 8 mərtəbə binanın 5-ci mərtəbəsini edirik. Düz mərkəzin üzərində yerləşir mənzilimiz. Kombedi, kondisioneri hamısı işləhbədir, boşdur. Hamısı Baykan kombedi, yəni hamısı bahalı əşyalardır. Bir daha buradan görsədim, bax belə bir gözəl bir mətbəx, qonaq otağı var və mətbəxə də açılıb bağlanandır. Neyse, digər otaqlarına mən tanışdım. Xatırladım, evimiz ümumilikdə 83 kvadratdır. Ümumi tikinti sahəsi. Evimiz istəyə görə həm əşyalı, həm əşyalı satılır. Əşyalı gördüyü bütün əşyalarla birlikdə 160 bin manata satışa çıxıb. Sözsüz ki, real azlarını endirim olunacaq. Burası evimizin yataq otağıdır. Bütün əşyalar təzədir. Demək ki, evdə çox qısa zamanda yaşayış olub. Yəni, çox qısa zamanda əşyalarımız təzədir. Evimizin giriş qapısıdır. Burada yenə də paltar asmaq üçün qardırop hissəsi burada mövcuddur. Qaz, su, işıq, optik kindik hamısı qaydasındadır. Burası evimizin sanitar qoşağıdır. Sanitar qoşağıda duş kabinlərində yeri stiponla təsis olunub. Yuxarısı asma tavanla təsis olunur. Hörmətli kanal izləyicilərimiz. Burası isə sonuncu, üçüncü otağıdır. Bax, belə bir gözəl bir yataq otağıdır. Bütün əşyalar hamısı təzədir. Demək ki, bu evdə maksimum bir ay 15 gün yaşayış olub. Bu pəncərəsi birbaşa mərkəz yola baxır. Yaxınlarında Tam Store, Bazar Store, Zeynam Market və digər yaşayış üçün lazım olan obyektlər mövcuddur. Ətraflı məlumat üçün zəhmət vura bilərsiniz. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz.